Əziz bilgələr, bu dəfə sizə ümumi tarixdən çəkdiyimiz izah dərslərinin davamını gətirmişəm. Bugünkü mövzumuzun biri, yəni birinci hissə videoda görəcəyiniz Böyük Britaniya 1845-ci illərdə, ikinci hissədə görəcəyiniz isə Almaniya 1845-ci illərdə. Əvvəlcə xəritəmizdə hər ikisinin yerini göstəririk. Demişik ki, Avropadan ayrı bir ərazidə yerləşən ada dövləti Böyük Britaniyadır. Böyük Britaniya bu ərazidə yerləşir. Avropada yerləşən isə əlimlə işarə etdiyim ərazi isə Almaniya dövlətinin ərazisidir. Burada göstərilmişdir. Ümumiyyətlə danışmağa başlayanda birinci deyirik ki, Birinci Dünya müharibəsindən sonra Britaniyanın vəziyyəti nətər idi, yaxud Britaniya üçün nəticələr nə olmuşdu? Düzü müharibədən qalib dövlət kimi çıxmışdı. Amma böyük problemlər yaşayırdı. Onsuz da Birinci Dünya müharibəsinə gələnə qədər Britaniyada iqtisadiyyatda müəyyən qədər ləngimə, geriləmə baş vermişdi. Belə dediyimiz kimi, onsuz da 20-ci əsrin əvvəlində iqtisadiyyatına görə dünyada 3-cü yerdə idi. Və bu iqtisadiyyatdakı durğunluq və böhran Birinci Dünya müharibəsindən sonra daha da ağırlaşır. Məsələn, əsas məsələ burada təmərküzləşmə, yəni xırda orta müəssisələr iflasa uğrayır, böyük müəssisələrlə birləşir. Bu Azərbaycanın 20-ci əsrin əvvəlindən oxşar xüsusiyyət ola bilər. Yəni Rusiyanın tərkibindəki Azərbaycandan oxşar xüsusiyyət ola bilər. Eyni zamanda burada müəssisələrin iflasa uğramasıdır, pulun öz dəyərini itirməsidir. Eyni zamanda burada göstərilən xüsusiyyətlərdən sənaye istehsalının aşağı düşməsi. Böyük Britaniya artıq Birinci Dünya müharibəsinə qədər borc verən ölkə idi. Axı Birinci Dünya müharibəsi və ondan sonraki dövrdə artıq borc alan ölkəyə çevrilir. Bu da onun dünyadakı imicinə zərər vurur, müstəmləkə problemləri baş verir və s. Yəni yekunda Birinci Dünya müharibəsi Britaniya üçün yekun qələbə ilə bitsə də, ümumi qələbə üçün bitmir, qələbə ilə bitmir. Ümumiyyətlə, Birinci Dünya müharibəsi dövründə Britaniyanın deyək ki, baş naziri Lloyd George idi. Lloyd George müharibədən çıxışla bağlı ümumiyyətlə o Liberallar Partiyasının nümayəndəsi idi. İki dənə məsələsi var idi onun. Bir məsələnin biri o idi ki, Lloyd George deyir ki, burada Birinci Dünya müharibəsindən sonra müstəmləkələrdən imtina edək. Yəni artıq, çünki müstəmləkələrin saxlanılması özü bir böyük bir maliyyə xərci tələb edir. İngiltərə deyir ki, biz özümüzü güclə dolandırırıq. Bu dəqiqə müstəmləkə dolandırmaq vaxtıdır, gəlin onlardan imtina edək. Bu ona qarşı mənfi fikirlər, hətta deyir öz partiyasından da olan tənqidinə məruz qalır. İkinci məsələ isə Osmanlı məsələsi, yəni Osmanlının bölüşdürülməsi ideyasıdır. Bunu da həyata keçirə bilmir, Mustafa Kemal imkan vermir deyə. Ona görə də bu yekunda nüfuzunu itirir. Və 1922-ci ildə növbəti bir Britaniyada seçkilər keçirilir. Bu seçkilərin nəticəsində Mühafizəkarlar Partiyası qalib gəlir. 22-ci seçkilərində mühafizəkarlar qalib gəlsə də onlar düzgün siyasət yerdə bilmirlər deyə istefa verməyə məcbur olurlar. Və 24-cü ildə artıq İngiltərədə ilk Labourist hökuməti qurulur. Labouristlər işçi partiyası, yəni sosial yönümlü partiya idi. Və Macdonald olur bu partiyanın başçısı. Elə o da çox fəaliyyət göstərmir. Elə bir il təqribən. Deyək ki, 24-ün yanvarında prezident seçkilərdə qalib gəlirlər. Oktyabrda istefa verirlər, heç bir il də deyil. Onlar yazılmır, o köhnə dərslərdə vardı o ayrıntılar. Labouristlərin də istefa verməsinin səbəbi onlar da sosial sahədə verdikləri vədləri yerinə yetirə bilməməkləri idi. Və onun ardınca 24-cü ildə növbəti dəfə seçkilərdə mühafizəkarlar qalib gəlir. Bunlar da 24-29-cu illəri əhali əhatə eləyir. 1924, 1929 mühafizəkarlar. Bu mühafizəkarların dövründə iqtisadiyyatda böyük uğur əldə edilir. Yəni ən böyük cümlə, ən qızıl cümlə budur ki, bu mühafizəkarların dövründə iqtisadiyyatda istehsal müharibədən əvvəlki vəziyyətə çatdırılır. Bu 20-ci illərdə baş vermiş bir şeydir. Müharibədən əvvəlki vəziyyətə çatdırılma. Eyni zamanda mühafizəkarların nümayəndələri gəlir vergisini azaldır. Bu da gəlir vergisinin azaldılması eyni dövrdə ABŞ-da Kulisinə oxşar xüsusiyyət. Yəni 20-ci əsrin 20-ci illəri ABŞ və Britaniya üçün oxşar xüsusiyyət verə bilər ki, gəlir vergisinin azaldılması. Bunlar gəlir vergisini azaldır, bunun nəticəsində istehsal inkişaf edir, böhran aradan qaldır. Dediyim kimi, bayaq cümlə təkrar edirəm. Müharibədən əvvəlki vəziyyətə qaytarırlar, amma bunların da bəzi problemləri var idi. Bunlar sosial sahədə də bəzi tədbirlər görmüşlər, nə eləmişlər? Məsələn, pensiya yaşı endirilmişdi, sosial təqaüd təyin edilmişdi insanlara. Bu kimi şeylər insanların sosial rifahını yaxşılaşdırmışdı. Amma axırda bunlar sərt büdcə siyasətinə keçirlər. Yəni, sərt büdcə siyasəti nə deməkdir? İnsanlara, əhaliyə xərclənən əlavə pullarda sosial yardım olsun, müavinət olsun. Bunları azaldırlar deyə, qənaət eləməyə başlayırlar deyə. Ona görə də elə bu, onların nüfuzuna mənfi təsir. Və bunu da ABŞ-dan oxşar göstərmək olar ki, 20-ci illərdə büdcəyə qənaət siyasəti həyata keçirilmişdi. Orada Hardingin dövründə həyata keçirilmişdi. Burada isə bunu 20-ci illərə düşürdü, yəni ikisi də yekunda.
Bunlar sərt büdcə siyasəti vasitəsilə həyata keçirilmişdi. Onlar da sadəcə büdcədən qənaətlə istifadə etmə başlığı altında verilmişdi bu tədbir bizə. 29-cu ildə onların xarici siyasətindən 2 dənə şey misal çəkə bilərəm. Birinci məsələ burada deyir ki, Almaniya ilə münasibətlərdə yumşalma baş vermişdi. Hətta Almaniyanın təzminat verməsi məsələsində güzəştə gedilmişdi. Almaniya hətta borc da verirlər bunların. Almaniya dərsinin içində var da, amma bura aiddir, yekunda ona görə deyirəm. Hətta Almaniya borc verirlər. Bir də bunların dövründə SSR ilə diplomatik münasibətlər qurulur, amma hələ də soyuqluq qalmış. Çünki 2-ci Leyborist hökumətinin dövründə orada bizə nə deyir? Deyir ki, ondan öncəki hökumətin dövründə, yəni mühafizəkarların dövründə SSR ilə münasibətlər qurulsa da, yenə də arada soyuqluq vardır. Bu deməkdir ki, mühafizəkarların dövründə xarici siyasətdə Leyborist şeylərlə SSR dövlətindən diplomatik münasibətlər qurulmuşdur. Bunların daxili siyasətində problemlərdən biri də bu sərt büdcə qənaəti siyasətindən sonra artıq iqtisadiyyata geriləmə başlayır. Fəhlə tətilləri başlayır, fəhlələr əmək haqqlarına görə, islahatlarına görə narazılıq eləməyə başlayırlar, sığorta məsələsinə görə narazılıq eləməyə başlayırlar. Şimdi bu narazılıqların nəticəsində 26-cı ildə kömür mədəninin fəhlələri ilk böyük tətilə başlayırlar. Bu da İngiltərə tarafından ilk ümumi tətil hesab olunur. 20-ci əsrdə Azərbaycandan yenə oxşar xüsusiyyət ola bilər. Bizdə 1903-cü ildə olmuşdu ilk ümumi tətil, burada 1926-cı ildə. Yəni 20-ci əsrin əvvəlləri deyə bilərik də, hardasa 26 əvvəlləri gedə bilər. Yekunda bundan sonra 27-ci ildə hökumət qərar qəbul edir, deyir, belə deyim ki, hökumətə qarşı siyasi məğzlik, tərkibli tətillərin və hərəkatların qadağan edilməsi haqqında qanun qəbul edir. Bu da onların imicinə mənfi təsir edir. Ona görə yekunda 29 seçkilərində məğlub olurlar. İndi növbəti 29 seçkilərində yenə də Leyboristlər qalib gəlir. Burada da Macdonald yenə baş nazir seçilir. Onu deyirdim ki, 29-cu ildə keçirilən növbəti seçkilərdə Macdonald qalib gəlir. Yenə 29-dan 31-ci ilə qədər 2-ci Leyborist hökumətinin başçısı olur. Bu Leyborist hökumətinin dövründə əsas strategiyaları o olur ki, hökumətin, belə deyim ki, böhranın, bu dövrdə ümumiyyətlə böyük böhran baş vermişdir dünyada da. Bu böhranda, böhran bölgəsindən insanları köçürmək istəyirdilər. Bir də onlar sosial sığorta tətbiq eləmək haqqında fikirləşirdilər. Eyni zamanda deyir, o işsizliyi azaltmaq istəyirdilər. Amma yekunda onların dövründə də istənilən nəticə əldə edilmir. 31-ci ildə onlar istefa verirlər. 31-ci il seçkilərində şeylər, belə deyim ki, nədir onun adı? İttifaq yaradırlar da elə bil. Bu ittifaqda da liberallar iştirak edir. Bir də mühafizəkarlar. Bunun görə də nə ağlıma gəlibdir? Deməli, Macdonald özü 2 dəfə hökumət qurub, ikisində də Leyborist partiyasının hökumətinə başçılıq edibdir. Arada görüb Leyboristlərdən bir şey çıxmır. Növbəti hökumətdə Leyboristləri götürmürlər hökumətə. Mühafizəkarlardan və liberallardan ibarət bir hökumət yaradıblar. Bunun da adını qoyublar Milli Hökumət. 31-dən davam edib 1935-ci ilə qədər Milli Hökumət. Milli Hökumətin dövründə də iqtisadi sahədə növbəti tədbirlər həyata keçirilib. Bu tədbirlərin nəticəsində 30-cu illərdə artıq nisbi sakitlik, iqtisadi sahədə nisbi sakitlik dövrünə qədəm qoyulmuşdur. Bu önəmli cümlədir. Birinci 24-29-da hakimiyyətdə olmuş Mühafizəkarlar Partiyasının dövründə müharibədən əvvəlki vəziyyətə qayıtmışdı iqtisadi. Eyni şeydə nisbi iqtisadi sabitlik. 24-29-cu illərdə mühafizəkarların dövründə müharibədən əvvəlki vəziyyətə qayıtmışdı istehsal. Milli hökumətin dövründə 31-35-ci illəri əhatə edən dövrdə isə nisbi sabitlik dövrü. Yəni sənətlər nə artmırdı, nə azalmırdı, eyni gedirdi, bəli, standart gedirdi. Və bu bitdi sənin, Britaniya dərsin budur. Təzə kitabda ancaq bu verilibdir Britaniya dərsində. Əziz bilgələr, Böyük Britaniya dərsiniz başa çatdı. Təzə kitabda daha da yüngülləşdirib bu dərsi, artıq rahat variantdadır. İndi isə keçirik biz Almaniya dərsinin izahına. Almaniya isə daha coşqulu, daha Hitlerist bir yanaşma ilə həyata keçirəcəm. Burada artıq biraz loyal yanaşmışam. Amma Almaniya dərsində bir içimdəki milliyyətçi çıxacaq ortalığa, buraları dağıdacam. Özünüzə yaxşı baxın.